Salam, hər vaxtınız xeyir olsun kanalımızın dəyərli izləyiciləri. Mən Seymur Rəfiyev, hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün MİQ-ə hazırlaşan ibtidai sinif müəllimləri üçün həm MİQ, həm sertifikasiya hazırlaşanlara dəstək məqsədi ilə növbəti sınaq suallarımızın izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda MİQ və sertifikasiya hazırlaşan ibtidai sinif müəllimləri bizim dərs qruplarımızdan yararlana bilərlər. Dərs qrupundan yararlanmaq istəyənlər 051 644 31 54 nömrəsinə yazaraq dərslər haqqında məlumat əldə edə bilərsiniz. Dərslərimiz canlı olaraq Zoom proqramı üzərində tədris olunur və dərsdən sonra qrupa yönəldilir. Eyni zamanda MİQ və sertifikasiya hazırlaşan ibtidai sinif müəllimləri bizim sınaq qrupumuzdan yararlana bilərlər. Sınaq qrupunda ödəniş kiçik bir məbləğdə olur və 150-dən çox sınaq işlədilir. Hər bir sınağın da video izahı müəllimlərə təqdim olunur. Keçək suallarımıza. İlk sualımız belədir ki, bölünən A plus 65 bölən 3A plus 1 nataman qismət 9, qalıq 4 olarsa, A plus 2 ifadəsinin qiymətini tapın. Deməli, A plus 65-i bölmüşük 3A plus 1-ə, nataman qismətdə 9, qalıqda 4 qalınıb. O zaman bölünən, bölən, qismət, qalıq. Biz bölünənin qiymətini tapmaq üçün böləni nataman qismətə vurub üzərinə qalıq gəlsə bölünəni alarıq. 9-u vuracaq neçəyə? 9 vurulsun 3A plus 1 üzərinə 4 bərabərdir A plus 65-ə. Mötərizəni açsaq olacaq 27A plus 9 plus 4 bərabərdir A plus 65-ə. 27A'dan A'nı çıxsam 26A bərabərdir. 65-dən də 13-ü çıxacaq. Qalacaq 52. A özü bərabərdir 2-yə. Və bizə deyir ki, A plus 2-nin qiymətini tapın. A'nın qiyməti 2-dir. Üzərinə də 2 gəlsə bizə cəmdə nə verəcək? 4 verəcək. Cavabımız olacaq B variantı. Keçək növbəti sualımıza. 2 nömrəli sualdır. Deyir 1900 AB ilində anadan olan bir adam 1996-cı ildə AB yaşındadır. Buna görə bu adamın 2024-cü ildə neçə yaşı olub? Biz ilk olaraq verilən ilin, yəni 1996-cı ilin son 2 rəqəmini götürürük. 96 bölürük 2-yə. 48. Yəni 1996-cı ildə 48 yaşında olub və yaxud bu adam 1948-ci ildə anadan olub. Bizə deyir 2024-cü ildə neçə yaşı olub? 2024-dən çıxırıq 1948-i və 76 yaşı olub. Cavabımız olur B variantı. Növbəti sualımız 3 nömrəli sualdır. 3 nömrəli sualda bizdən nə tələb edir? İlk olaraq verib bizə deməli 74.200 AB ədədinin onluqlarının sayı təkliklərinin sayından 66.811 vahid azdır. Yüzlüklərin sayından isə 6781 vahid çox olarsa B çıxılsın A fərqini tapın. Gəlin baxaq ilk olaraq biz bunu necə həll eləməliyik? Deməli, ədədimiz nədir? 742 AB.
İndi onluqların sayını tapaq. Bax, onluqları yazıram. Onluqları təklik, onluq. 742A onluqların sayı. Təkliklərin sayı ədədi olduğu kimi götürürük. 74200AB. Yüzlüklərin sayı isə 742. İndi deməli bizə deyir ki, təkliklərin sayı, onluqların sayı təkliklərin sayından 66811 vahid azdır. Aha. Biz ədədin özündən A, B-dən çıxacaq nəyi? Onluqları. Deməli 74200A-nı. Və nəticədə nə verəcək? 66811 verəcək. Buradan baxırıq. B-dən A-nı çıxsaq, B-dən A-nı çıxsaq, bizə nə verəcək? 1 verəcək. İndi ikinci şərtə baxaq. İkinci şərt də bizə deyir ki, yüzlüklərin sayından 6781 vahid çox olarsa. Onluqların sayı nə qədərdir? 7000 deməli 420A-dır. Bundan çıxarıq nə qədər? Yüzlüklərin sayını. Yüzlüklərimiz nə qədərdir? 742 yüzlükdür. 742-ni. Və bizə bu verəcək nə? 6781. A-dan 2-ni çıxıb 1 alırıqsa, deməli A-nın qiyməti olacaq 3. 2-nin üstünə 1 gələcəm 3. A-nın qiymətini tapmışıqsa, biz buradakı ifadədə də B-dən A-nı çıxanda 1 ala biliriksə, bir nəticəni almışdıqsa, o zaman buradan yazıram B çıxılsın A bərabərdir 1. A-nın qiymətini tapdım 3. B-dən 3 çıxanda 1 qalırsa, deməli B ilə 1-in cəmi bizə, A ilə 1-in cəmi bizə 4 verir. B-nin qiyməti olur 4. Və B çıxılsın A fərqini tapın. Əslində burada da deyə bilərdik. Amma deməli ardıcıllığı gözlədik və nəticədə B çıxılsın A fərqi bizə nə verəcək? A verəcək. 1 verəcək. Deməli 4-dən 3-ü çıxsaq, 4-dən B-nin qiyməti 4-dür, A-nın qiyməti 3-dür. Çıxsaq 1 verəcək. Cavabımız A variantı. Növbəti sual 4 nömrəli sualdır. Deyir ki, eyni anda və eyni istiqamətdə A məntəqəsindən yola düşən iki avtomobil arasındakı məsafə 4 saatdan sonra 104 kilometr oldu. Əgər avtomobillər A məntəqəsindən eyni anda əks istiqamətdə yola düşsə, onlar arasında məsafə 6 saatdan sonra 888 kilometr olar. Sürəti çox olan avtomobilin sürətini tapın. Burada iki tip verib bizə. Həm eyni istiqamət verib, həm əks istiqamət verib. Eyni istiqamətdə bilirik ki, V1 çıxılsın V2 bərabərdir. Əgər 4 saata 104 olubsa aradakı fərq, onda 104-ü biz bölərik 4-ə, 26 düşər. Sürətlər fərqi 26-dır. Əks istiqamətdə gedirsə bu avtomobillər, o zaman 1 saata gedilən yolu taparıq ki, yəni 888-i bölürəm 6-ya. Düşür 148. 148 iki avtomobilin sürətlər cəmidir. Yəni V1 plus V2 bərabərdir 148-ə. İki avtomobilin fərqi və iki avtomobilin cəmi veribsə, o zaman necə yazacağıq? 26 ilə toplayacağıq 148-i, böləcəyik 2-yə, bizə böyük sürət. Yox, əgər kiçik sürəti istəsə, 148-dən 26-nı çıxıb 2-yə böləcək, kiçik sürət alınacaq. Bizdən də sürəti çox olan deyir. 148-dən 26-nın cəmi 174, 2-yə bölsək 87. Cavabımız olur B variantı.
Növbəti sual 5 nömrəli sualdır. Deyir ki, 14 qutunun hər birində eyni sayda qələm var. Hər qutudan 5 qələm götürdükdən sonra bütün qutularda qalan qələmlərin sayı əvvəlcə 7 qutuda olan qələmlərin sayı qədər olur. Əvvəlcə hər qutuda neçə qələm var idi? Biz qutuda əvvəl nə qədər qələm olduğunu bilmirik. X qədər qələm var. Yəni say ümumi olanda neçə olur? 14 vurulsun X olur. İndi hər bir qutudan deməli X sayda qələm var. Hər qutudan 5 qələm götürsəm, 5 qələm götürəndə ümumi neçə qutumuz var? 14 qutumuz var. Bərabər olur nəyə? 7 qutuya. Bərabərdir 7 qutuya. Yəni hər qutuda X qədər yenə qalır. Buradan tənliyimizi yazsaq, 14x minus 70 bərabərdir 7x-ə. 14x-dən 7x çıxanda 7x bərabərdir 70-ə. X də bərabərdir 10-a. Əvvəlcə qutudakı qələmlərin sayını X demişdik. Hər qutuda neçə qələm var? Hər qutuda 10 qələm var. Cavabımız olur E variantı. Növbəti sual 6 nömrəli sualdır. Deyir ki, 08:40-da məktəbə çatmaq qərarına gələn Salih saat 8:30-da yolun 3/2-sini getmişdi. O həmin sürətlə yoluna davam edərək məktəbə təyin etdiyi vaxtdan 3 dəqiqə tez çatır. Buna əsasən Salih saat neçədə evdən çıxmışdı? Demək, bu adam 8:40-da çatacaqdı məktəbə. 3 dəqiqə tez çatırsa 8:37-də çatır. Yolumuz neçə hissədən ibarətdir? Ev, bir də olsun məktəb. 3 hissədən ibarətdir. Bu çatıb 8:37-də məktəbə. Yolun 3/2-sini gedib, 1-2 hissəsini gedibsə, 8:30-da bu hissədə olub. Yəni bir hissə. Bir hissəmiz 7 dəqiqədirsə, 3 hissəmiz neçə dəqiqə olar? Eyni sürətlə davam etdiyinə görə həmin sürətlə deyir və 7-ni vurursan 3-ə, 21 dəqiqəyə evdən məktəbə çatıb. Buradan bizə nə lazımdır? 21 dəqiqəyə çatıbsa, deməli 8:37-dən 21 dəqiqəni çıxsaq, 8:37-dən 21 dəqiqəni çıxırıq, qalır 8:16. Deməli bu adam 8:16-da evdən çıxmış olacaq. Növbəti sual 7 nömrəli sualdır. Deyir, axma sürəti 7 km/saat olan çayda katerin çayın axını ilə olan sürəti çayın axına qarşı olan sürətindən 3 dəfə çoxdur. Katerin durğun suda 5 saata neçə kilometr məsafə getdiyi yolun uzunluğunu tapın. Gəlin baxaq. İlk olaraq çayın sürəti məlumdur. 7-dir. Katerin sürəti məlum deyil. X-dir. Axın ilə deyəndə X plus 7 olur. Axın əksinə deyəndə X minus 7 olur. Və axına qarşı olan sürətdən 3 dəfə çoxdur. Biz azı həmişə 3-ə vurarıq ki, bərabərləşsin. X plus 7 bərabərdir 3x minus 21. 3x-dan x-i çıxaram. 2x bərabərdir. 21 ilə də 7, 28 verir. X də bərabərdir 14. 14 katerin sürətidir və bizə deyir, durğun suda 5 saata neçə kilometr yol gedər? Vurarıq 5-ə, 70 kilometr yol gedəcək. Cavabımız olacaq C variantı. Növbəti sual 8 nömrəli sualdır. Əli testdəki sualların 3/2 hissəsində düzgün cavablandırmış, 4/1 hissəsini isə yazmamışdır. O cəmi 16 suala səhv cavab vermişsə, testdə cəmi neçə sual var idi? Biz testdəki sualların sayını bilmirik. X qədər sual var. Bunun 3/2-sini deməli düzgün cavablandırmış. 4/1-ini isə yazmamışdır. 4/1 hissəsini yazmamışdır. O isə 16 suala da səhv cavab verib. Bərabərdir 16. Biz x-in yerinə 3-dən 4-ə ortaq məxrəc 12 gətiririk. 12-də 12 yazarıq. Çıxarıq. Buranı 12 eləmək üçün 4-ə vuraram. 12-də deməli 8.
Bu isə 3-ə vursam elə 12-də 3 bərabərdir 16-ya. Məxrəcdə qalacaq 12. 12-dən 8 və 3-ü çıxsaq qalacaq 1. 12-də 1 hissəsi 16 olan ədədi tapırıq. X də bərabərdir 16-nı 12-yə vursaq 256. Cavabımız olur C variantı. Növbəti sual 9 nömrəli sualdır. Eyni işləmə gücünə malik olan 15 işçi birlikdə işləməyə başlayır. Hər növbəti gün bir nəfər işdən ayrılır. Bu hesabla bütün iş 3 gündə bitir. Əgər işə eyni işçilərdən 7 işçi başlayıb və işçi sayı dəyişməsəydi, iş neçə günə tamamlanardı? Demək, birinci gün 15 işçi var. İkinci gün 14, hər dəfə biri ayrılırsa, üçüncü gün 13 işçi olur. Və toplansaq bunları bizə neçə işçi verir? 42. Bu işin miqdarıdır. Əgər eyni işdə, yəni eyni gücdə 7 işçi. İşimiz 42-dir. 7 işçi bunu görsə 6 günə tamamlayacaq. Cavabımız olacaq B variantı. Növbəti sual deməli 10 nömrəli sualdır. Uzunluqları bərabər olan iki düzbucalı verilmişdir. Birinci düzbucalının eni 12 cm, ikincininki isə 8 cm-dir. Birinci düzbucalın sahəsi ikinci düzbucalın sahəsindən 136 cm kvadrat çox olarsa, böyük olan düzbucalının sahəsini tapın. İki düzbucalı çəkirəm. Deməli, burada düzbucalının birincisi 12-dir, ikincisi 8-dir enləri. Bura 12 yazıram, bura 8 yazıram. Uzunluqları isə x qeyd edirəm. Sahələr fərqi 136-dırsa, biz 12-dən çıxarıq 8-i, qalacaq 4. Və o sahələr fərqi 136-nı bölərik 4-ə. Bizə verəcək 136-nı 4-ə bölsək 34. Düzbucaqların uzunluqları 34-dür. Və bura oldu 34. Böyük düzbucağın sahəsini istəyir. 34-ü vurarıq 12-yə. Bu da bizə verəcək neçə? 408 cm kvadrat. Cavabımız olacaq B variantı. Keçirik növbəti suala. 11 nömrəli sual. Bir üzünün perimetri 3,2 metr olan kubun tam səhətinin sahəsini tapın. Aha. Perimetr 3,2-dirsə, 3,2-ni bölürük 4-ə. 3,2-ni 4-ə bölsək, çünki perimetr, bir üzünün perimetri 4 ad üstürü ilə tapılır. Bu olacaq 0,8. Tam səhətinin sahəsi necə tapılır? S bərabərdir 6A kvadratı. Yəni 6 vurulsun 0,8-in kvadratı bərabərdir. 0,8-in kvadratı olacaq neçə? 6 vurulsun 0,64. O da bərabərdir. 6-nı 0,64-ə vursaq bizə verəcək 3,84. Doğru cavabımız olacaq D variantı. Növbəti sualımız 12 nömrəli sualdır. Və baxaq görək 12 nömrəli sual nə istəyir bizdən? Düzbucalı formasında olan torpaq sahəsinin uzunluğu 750 metr, eni isə bundan 250 metr kiçikdir. Bir ar sahəyə 20 kiloqram toxum səpilərsə, bütün sahəyə səpmək üçün nə qədər toxum lazımdır? Gəlin baxaq. En və uzunluq tapaq. 750 buradır. 250 kiçikdirsə, bura olacaq 500. 750-ni 500-ə vursaq, bizə nəticədə verəcək nə qədər? 375.000. 375.000 metr kvadrat. Ara çevirmək üçün bir arımız 100 metr kvadratdır.
O zaman 375.000 metr kvadratı bölürük 100'ə bərabərdir. 3750 ar olur. 3750 ar. Bir ara 20 kilogram səpilibsə, o zaman 3750'ni vurarıq 20'ye. Olacaq 75.000 kilogram. 75.000 kilogram. 75.000 kilogramı da çevirəcəyik tona. Yəni 3 dənə 0 siləsən olacaq 75 ton. Cavab D variantı. Növbəti sual 13 nömrəli sualdır. Və 13 nömrəli sualda bizdən nə tələb edir? Deyir ki, kiloqramı 1,6 manat olan 4 kiloqram alma, kiloqramı 2,4 manat olan 3 kiloqram armud və kiloqramı 3,2 manat olan 3 kiloqram heyva qarışdırılarsa, qarışığın 2,5 kiloqramı neçə manatdır? Aha. 1,6 vururuq 4'ə. Bu bizə verir 6,4 manat. Yəni hər birinin qiymətlərini tapacağıq və sonra da kiloqramlara bölüb ümumi qarışığın qiymətini tapmalıyıq. 2,4'ü də 3'ə vursam olacaq 7,2. 3,2'ni də 3'ə vursam olacaq 9,6. Və ümumi kiloqramları toplasaq 4, 3, 3. Cəm olacaq 10 kiloqram. Və 10 kiloqramın qiyməti, qiymətləri toplayarıq 6,4 üzərinə 7,2 üzərinə 9,6. Ümumi olacaq 23,2 manat. 10 kiloqrama 23,2 manat veririksə, bəs 2,5 kiloqrama nə qədər verərik? 2,5'ə x. X də bərabərdir. 2,5'i vururuq 23,2'yə bölürük 10'a. Bu da bizə verir 5,8 manat. Cavabımız olur B variantı. Növbəti sual 14 nömrəli sualdır. 7 üstü 46 ədədinin sonu hansı rəqəmlə bitir? Ümumi olaraq məsələn gəlin bunu yazaq. 7'nin üstü 1 7'dir. 7'nin üstü 2 49'dur. 7'nin üstü 3 343'dür. 7'nin üstü 4 2401 olmalıdır. Və 7'nin üstü 5 yenə də bizə 7 verir. Deməli 4 perioddan bir təkrarlandığına görə qüvvət üstün bölürük 4'ə. 11 dəfə düşür, qalır 2. 7'nin üstü 2 nə verəcək bizə? 7 vur 7 49. Sonu 9 ilə bitəcək. Burada cavab variantlarında qeyd olunmayıb. Cavabımız olacaq 9. Növbəti sual 15 nömrəli sualdır. Minliklərə qədər yuvarlaqlaşdırdıqda 9000 alınan rəqəmləri müxtəlif ən böyük cüt ədədin rəqəmləri cəmini tapın. Deməli, minliklərə qədər yuvarlaqlaşdıran zaman biz böyük ədədi tapanda üzərinə nə gəlirdi? 499 gəlirdik. Oldu bu 9, 9, 4, 9. 9499 oldu. Və buradan rəqəmlərin cəmini bizdən istəyirsə, bu amma rəqəmləri fərqlidir. Birinci 9'la işimiz yoxdur. İkinci 4'la da işimiz yoxdur. Bu 9'un yerinə 8 yazarıq. 7 yazardıq amma tək istəmir, cüt istəyir, 6 yazarıq. Bu şərti ödəyən 9486 olacaq. Yəni 9 üzərinə 4 üzərinə 8 üzərinə 6 bizə verir 27. Cavabımız olur C variantı. Növbəti sual 16 nömrəli sualdır. 16 nömrəli sualda nə istəyir? Deyir kvadratın daxilinə 4 tərəfinə də toxunan çevrə çəkilib.
Kvadratın tərəfinin uzunluğunun 5 mislindən çevrənin radiusunun 4 qatına çıxsaq, 36 sm alınır. Kvadratın sahəsi neçə kvadrat santimetrdir? İlk olaraq bir kvadrat çəkirik. 4 tərəfdən toxunan çevrə çəkdik. Bunun radiusu neçədir? X-dir. Tərəf neçə olacaq kvadratın? 2x. Əgər kvadratın tərəfinin 5 misli deyirsə, 5-i 2-yə vurarıq, 10x çıxılsın. Radius x-dir. Bunun 4 qatı 4x bərabərdir 36-ya. 6x bərabərdir 36-ya, x də bərabərdir 6-ya. 6-nı 2-yə vursam, kvadratın tərəfi 12 olur. Və kvadratın tərəfi 12-dirsə, sahə neçə olacaq? 12-ni vursaq 12-yə 144. Cavabımız olur D variantı. Növbəti sual 17 nömrəli sualdır. 80 manata satılan malın qiyməti artırılaraq 100 manat oldu. Malın qiyməti neçə faiz artdı? Biz malı həmişə 100% olaraq qəbul edirik. 100%də 80 manatdır. Artırılaraq deməli 100 manat olub. X faizdə artırılıb. X də bərabərdir. 100-ü vurarıq 100-ə, bölərik 80-ə. Bu bizə verir 125. Əgər biz malı 100% qəbul eləmişdiksə, 125-dən 100-ü çıxırıq, qalır 25%. Deməli, artan faizimiz 25% olub. Növbəti sualımız 18 nömrəli sualdır. Deyir ki, 6 kiçikdir, 1 plus 2x bölü 6, o da kiçikdir 7-dirsə, x-in ala biləcək ən kiçik və ən böyük natural ədədlərin cəmini tapın. Burada biz deməli 1 atarıq, burada 1 atarıq. Hər tərəfi 6 eləməkdən ötürü 6-ya vuracam. 36 bölünsün 6 kiçikdir 1 plus 2x bölünsün 6. O da kiçikdir 42 bölünsün 6. Niyə hər tərəfin 6-ya vurduq? İndi 6'lar bizə lazım deyil. Əsas nədir? 36 kiçikdir 1 plus 2x-dan, o da kiçikdir 42-dən. Hər tərəfdən 1 çıxsam, 35 kiçikdir 2x-dan, o da kiçikdir 41-dən. Hər tərəfi 2-yə bölsək, 35-i 2-yə bölsək, 17,5 kiçikdir x-dən, o da kiçikdir 20,5-dən. X-in qiymətləri nə ola bilər? Natural qiymət dediyinə görə x-in yerinə biz yaza bilərik 18, 19 və 20-ni. Ən kiçiyi 18, ən böyüyü 20. Və bizə ən kiçik ilə ən böyüyünün cəmini istəyir. 18 ilə də 20-nin cəmi bizə nə verəcək? 20-nin cəmi verəcək 38. Cavabımız olacaq B variantı. Növbəti sual 19 nömrəli sualdır. Və bizdən deyir ki, Bakı vaxtı ilə saat 12:00-da uçuşa qalxan təyyarə 3 saat sonra Ankara'ya eniş etdi. 2 saat Ankara'da gözlədikdən sonra 5 saat Ankara-London reysi ilə uçuş etdi. Təyyarə London vaxtı ilə saat neçədə eniş etdi? Biz Bakı vaxtı ilə hesablayaq. Bakı vaxtı ilə saat 12:00-da yola çıxıb. 3 saat uçuş olub. Sonra 2 saat Ankara'da gözləmədə olub. 5 saatda Ankara'dan Londona uçub. Toplasaq saat 22:00 elir. Yəni Bakı vaxtı ilə 22:00-da Londonda olub. İndi bizdə Bakıda saat 14:00 olanda Londonda 11:00 olur. Bizlə onlar arasında zaman fərqi nə qədərdir? 3 saatdır. Deməli 22-dən 3-ün çıxacağıq. 22-dən 3-ün çıxacağıq və qalacaq 19:00. Cavabımız olacaq B variantı. Növbəti sual 20 nömrəli sualdır.
Deyir, yanvar ayında işə başlayan gəncin aylıq maaşı 2650 manat və illik xərci 11200 manat idi. Gəlir və xərc dəyişməzsə, o neçə aya 66300 manata maşın ala bilər? Gəlin bir il ərzində xərcin və qazancını hesablayaq. Bir aya bu qazanır nə qədər? 2650 manat. Bunu 12 aya vursaq, bir il ərzində olan, bu bizə verəcək 31800 manat. Amma bir illik xərci isə 11200-dür. 31800-dən çıxıram 11200-ü və 20600 manat qazancdır bir il ərzində. 66300 manat maşının qiymətidir. 12 aya bunun qazancı oldu nə qədər? 20600. Bir dənə də 12 ay götürsək, yenə olacaq 20600. Hələ ki 60000-ə çıxmır. Bir də 12 ay götürsək 20600 manat. Baxaq görək 36 aya nə qədər qazancı olur. Toplasaq bu bizə verəcək 61800 manat. Amma maşının qiyməti nə qədərdir? 66300-dür. Bundan çıxsam 61800-ü, nəticədə 4500 manat pul qalır. Bir növbəti ay, yəni 36 ay yazdıq. 36 ay. 37-ci ayda ala bilməz. 38-ci ay tam alacaq. Deməli 38 ay zaman lazımdır ki, bu maşını alsın. Cavabımız olacaq D variantı. Suallarımız bu qədər. Bu tipli sualların davamlı olmasını istəyirsə kanalımıza abunə olun və video izahları müəllim yoldaşlarınızla paylaşmağı unutmayın. Sağ olun, salamat qalın.